Herkese salam. Ne vaxt video atmadım. Dedim sizin üçün belə bir maraqlı video çəkeyim. Maraqlı deyil amma siz maraqlı qəbul edin. Bugün gedirik bacıdan paltarlar almağa. Sizə xoş izləmələr. Niyə keyfin yoxdur? Yox, da belə şey. Maşını almışsan əlimdən. Neyim taksidən götür. Mən bacım rayondan gəldim. Yazıq bacı. Getdi, taksim satacaq. Ha, sağ ol aşkım. Mən gözümlə görüm ki, o maşına minir. Gözlə. Mindib oradan ora çəkib mindik. Baxın qızlar, taksiyə mindirdim. Yazıq Yeznəm, can ha Yeznə, can. Taksin pulunu da verdim ki, danışmasın. Can ha Yeznə, can. Taksin pulunu verdim də bəsdir. Kızlar palto aldı, çoxlu paltolar aldı. Gedir indi ofis mağazada. Kız ayaqqabı baxdarıq tapır. Sərəfdə ekstra brend var idi. Bütün paltolarımızı ekstra brenddən aldıq. Mən heç də tapmadım. Bacın ürəyi açılmışdı, dedi, nə istəsən götür, burası heç də tapmadım. Bir dənə kofta götürdüm. Kızlar, mən bu 120 manat almışam, burada 35 manatdır. Neyqə başı maşına niyə minirsən? Paltar yeri oradadır. Üzü çəkmə. Bey. Kızlar, məndən bunu soruşursunuz. Bunun hər rengi var məndə. Trend yoldan da sən 45 manat almışdım. Deməli kızlar, indi də gəlmişik uğur almağa. İçdən geyim götürdük. Yuxarıda da. Ha baxın. Şu an o boyda paltarlar gəldi. Teşekkür ederim. Böyle bir şey aldım. Ama elime girmiş. Haçarı itirməmək üçün. Evin haçarlarını da taxacağım. Əslində məndə bunlardan çox idi. Bəlkə də var ya. Hamısını çoxsun pay vermişəm. Nə qədər göndərmişlər mənə cürbəcür. Mühərrif zat. Mesela hərəsini birinə verdim, değil mi? Ne aldın? Maşallah maşallah. Miran'ım. Nine misin sen? Aşkım. Akıllı pepe olmuştun sen. Ne güzeldim. Hara gitmişti? Hara gitmişti? Yukarıda. Ne taşın? Ha, şu kafaları. Hara gitmiştin aşkım? Murat, Allah hamd olsun. Mən sənin maşını belə eləmirəm də. Yox, şey Moyka yolacaq, axşam yolacaqdan olacaq. Ba. Be. Miran. Miran, niyə dağıdırsan? Maşının gününə baxın. Niyə də bir şeydir, pintiz adam mən. İşte gedirik biz. Kızlar, balamın diplomuna baxın. Pizza. Gedib pizza pişirib bugün. Pizza, madonos. Evdə indi anası nə edəcək? Diplom alıb. Diplom aldığına görə yəqin ki, baş hali də qutarıb da yəqin. Gözəgəm. Bu baxcan bir şey xoşuma gəlir Çayşəm. Kızlar, sizə də deyirəm, master klasslar belə deyim də hər yerə aparırlar əyləncə üçün. Hamısı özlərinə məxsusdur. Əlavə ödəniş də verirəm də prosta. Gildən yemək pişirməyə vaxtımız olmadı. Sushi sifariş elədim. Ünvan Binəqədidədir. Qızlar, Binəqədiddə olanlar sifariş eləyə bilər. Mən Binəqədiddən izləyicəm çoxdur uşaqlara. Belə bir nagez, kirvitka, kartof sifariş eləmişəm. Mən buradan tez-tez sifariş eləm. Dadlar da çox qəşəngdir, möhtəşəmdir. İndi dadlarını yoxlayıb sizinlə bölüşəcəm. İlk dəfə noodle yeyəcəm. Həmişə sifariş edirdim, amma yemirdim. Qızlar, noodle ilk dəfə dadına baxacağım. Toyuqlu sifariş eləmişəm. Kirvitkalı da olur. Dadına baxıb sizinlə bölüşəcəm. Mən ilk dəfə noodle'un dadına baxdım. Çox bəyəndim. Güzel. Yeni dad keşf etmək istəyirsə, noodle'ların dadlarına bax belə. Kirvitkalı da olur. Mən toyuqlu sifariş eləmişəm. Mən sushi yiyənəm, amma noodle qətiyyən yiyən deyiləm də. Heç vaxt nəfsim çəkməyib. Amma bu dəfə sifariş elədim. Baxın, yiyib tutarmışam. Doydum. Sushilər də çox dadlıdır. Sushilərini yiyib tutarmışam. Binəqədiddə qalanları mütləq sifariş edin. Həqiqətən çox dadlıdır. Reklam deyil. Bəyəndim üçün paylaşım.
sən də danışırsan? Hə? Müzirik ki, qəşəng rahat ya, sər baxsaydı. Yaxşılıq yoxdur sən. Məndən başqa kim çimizdirir sağlığında? Hər kəsə salam ver də. Salam ver. Baba yox, salam ver. Qızlar, deməli, ya bacım durdu, ya yoldaşım durdu. Uşaq bağçaya aparam, saat 9-dur. Dünən gecə yatmışdım da, dura bilməmişəm. Saat 10 tamamda da xəstəxanada olmalıyam. Bilmirəm, bağçaya yetişdirim. Bilmirəm, tikişlərimin sökülməsinə görə gedim. Qalmışam belə. Siz deyim, mən deyiliyim. Yəni, Muraddan bunu gözləməzdim həqiqətən. Nə bilim. Həvəslə hər şeyimə gedən Murad indi mən tikişlərimin sökülməsinə getmədim. Miran bağçasına qoydum qızlar. Gedirəm indi. Miran bağçasının məhəlləsinə xoşum gəlir. İndi gedirəm tikişlərim sökülməsinə. Mən hamıdan küsmüşəm, incimişəm. Necə göz abanmadı. 2-3 gündür yatmam. Gözüm çox şişib. Bütün elə bir yerdə saxlamışam ki, səhərdən xəstəxanaya gedirəm. Çata bilmirəm hələ. Maşın yanı o qədər uzaqda saxlamışam. Maşın saxlamaya yeri yoxdur. Mən hər yerim maşındır. Mən maşın vuracaq. Hər yeri də puldan eləyiblər. Əvvəl maşın sürmək xoşuma gəlirdi. İndi diksinmişəm. Taksidən düşürsən xəstəxanaya girirsən də. Amma maşın sürəndə elə deyil. Fırlanırsan ki, fırlanırsan ki, bir də maşını saxlayasan, düşəsən, xəstəxanaya girəsən. Qızlar, çox qorxuram. Bugün tikişlərim söküləcək. Gözüm altı yenə qaralıb. Tikişlərim söküldü qızlar. Bir də ayın 4-ü gələcəm. Gedirəm indi evə. Dolma istəyiblər, dolma pişirməliyim. Qızlar, pataları ütülüyordum. Nəsə belə bir şey oldu. İstəyirəm bunu təmizləyim. Deyirlər, soda yaxşıdır. Mən də getdim, soda aldım. Qaba tökdüm. İndi görüm təmizləyib biləcəm. Qızlar, biraz da pasta vururam. Deyir, pasta da parıldadır. Bütün başını oynaşdım. Təzə kimi ağzımda. Lamba hər yerdə batırdım onu. Qara pasta. Təmizləndə. Yazılır ki, salfetkadan ovalaq. Mən əlimdən edirəm. Bir dokunmuşdum. Soyuq edim qızlar. Mən isti elədim, getmədi. Biraz qalsın. Deməli qızlar, səhər tezəndən durmuşam, dolma pişirmişəm, duzlu dolma. Duzlu olduğu üçün eşəsiyir. Belə bir yemək pişirdim. Çox ləzzətli bir yeməkdir. Deməli, birinci kartuşkanı qızardırsınız, sonra soğançadan biberi, sonra toyuq əlavə edirsiniz. Qəşəng qorulandan sonra kartuşkanı əlavə edirsiniz qızlar. Çox dadlı bir şey olur. Qablar zatlar da yumuşaq. Sildim, mini süpürdüm. Bacılarım əlini bir işə vurmur. Hə, deyil. Hə, sən elə. Təmizlə, üstünü təmizlə. Tükləri təmizlə. Gör, harada tük var? Bu içine. Bu içinə. Tərtəmiz elədi. Gül. Gül, Miran, gül. Miran, gül. Ha? Ha, bunu təmizlə, gül. Bunu bir dənə təmizlə. Gül indi, gül. Murad arxasını təmizləmişəm, də qabağını təmizləsin.
Qavanı da təmizlə. Miran patlıyor. Ay Miran 6 tane şarp patlattın. Niye eləyirsən? Daha 2 dənə qaldı. Eləmə. Miran patlatma. Bugün bu yaramazı aparmamışam. Baxcaya. Nəsə, nə bilim, durdum, aparmadım. İndi gedirik tırnaq düzəltdirməyə. Miran, gedib tırnaqlarımı düzəldir. Nə vaxt düzəltmirəm? İstəmirdim əslində ama dedim birdən arası gedər. Kombin özünə aiddir kızlar. Sarı corab. Ak kofta. Miran papağı çıxartsan. Papağı çıxartsan. Ha git. Çox şık giyinmişsən bu gün. Hə git. Git. Bir yaş paltarlarını giyinir. Çəkilsən. Çəkilsən. Herkese salam. Herkese salam elə. Kızlar, dırnağa geldiğim ev kaynanamın evi olubdu. Sonra satıbdı. Bura kaynanamın evi olubdu. Orada maması gelin evi olubdu. Deyir onlara yok. Nene səsini eşitdi çıxdı. Nene deyir ora yok. Bunlara gel. Hə. Bize gelmişsin. Bize gelmişsin. Deyir nene gidiyor. Aynen o şey ne olubdu? Xəstələnir. Tüsülər yığılıb üstünə. Ay sənə bu. Ay. Deməli, istəyirəm səni çəkib, ölürəm səndən ötəri. Deməli, qızaha deyirəm dırnaq elətdirməyəcəm buna, gələndə gəlirəm da yəni. Bu dəfə fərqli dırnaq elədi. İlk dəfədir, yəni bu yaşıma qədər, ilk dəfədir belə bir dırnaq elətdirirəm. Bu dırnağın adı nədir? Şəfa. Ha, var bu dırnağın adı. Bilmirsən adı. Eləyirəm bu adım bilmir. Allah səni bir yavrum. Kızlar 15 madde eləyir. Həqiqətən əlişi gəlir. Ay mama. Stiletto dedik də stiletto. Ay yaş bura kızlar mən niyə belə şey olmuşam, bilmirəm narkoz almışam deyə səfərimi işləyir. Şəfam saat döymək istəyirəm. Ay şəfa eləmə, qurban olum eləmə. Belə bir şeydir kızlar. Miran dağıdıb buraları. Kızlar deməli, nənə qoyum buraya. Kızlar buna gel vurub, geldi da aşkım mən yadıma çıxdı. Buna gel vurubdu, bax pilkalamayıb da. Bundan bax pilkalayıb, heç inansız ehtiyacı yoxdur. Deyir mən təriflə. 15 manat çox yaxşı edir. Qonşumuzda təzə tapmışam. Daima bunu edir. Nə yeyirsən Miran? Yok artık. Nə yeyirsən? Yok. Hı, geçəcək. Yok ya da istemiyorum. Bunu da pilkalayacaq. Bunu pilkalamayıb bax. Bundan belə eləyibdi. İndi bax, bura baxın. Çox səliqəli qoyur həqiqətən. Pinti işləmir də. Bu bəzilər gedib belə tələsik vurub sonra yalana vurur. Nədir? Sən çəkməyə baxın. Mən nə yeyirsən? Nə yeyirsən? Pizza. Asiyen de öyle, her şeyden görünür. Dırnaqlarım bitdi. Şəfa xanım sadə bir dırnaqlar elədi. Mən biraz kaprisliyəm dırnağa gələndə. Yazın başına oynatıram. Heç bir bəzək, heç bir nə bilməyib, forma seçə bilmirdim. Qərarsız qalmışdım. Mərmərdir, hə yaş. Mərmərdir qızlar. Başım batsın. Getdim mən sağ ol. Hələlik.
Pulu da vermirəm. Qaynanama kartımı atmışam. Atsa atar, atmasa da Allah bilir. Necə qızlarım? Bir şey deyim. Baxılı dırnaqlarım. Dırnaqlarımı düzəltdim. Nənə gəldə yemək verdim buna. Dırnağım sarı çök oldum. Gəldik. Kruz yer. İlk dəfədir ki, televizora oturub baxır. Mən düzü marşaya qoymuram, amma yenə də indi işləyəgici oturub da indi. Gözləyin indi rotaya keçim. O tökəcək divanın üstünə, əzikləyəcək, taftalayacaq. Məryəm də geçək bunu gəlib döyəcək. Bir görüm, ye. Ye. Sakit oturursan mən gedim. Sakit oturup çizgi filmə baxarsan. Hə, ye. Onu da götür. Deməli qızlar. Deməli ki, bir həftədən çoxdur halva istəyirəm. Və heç kəsə demirəm. İndi qaynanamı yıldım ki, halva istəyirəm. Qaynanam da çox gözəl halva çalır. Murad işləyəndə və tez-tez çalırdı. Qəşəng halva pişirirdi da. Onu yuxarı pişirdi, afisiyatlara paylayırdılar da. Yəni şirniyyat növüdür də. İndi qoş deyir, az bətniyyət olma. Mənim bacım da halva çox sevir. Hər dəfə istəyirəm, mamam deyir ki, istəməyin də pis şeydir. Amma mənim ürəyim çox istəyir də, dəhşət çox istəyir. Ürəyimə bir dənə düşübdü. Qaynanam dedi ki, pişirərəm dedi. İndi saat, deməli mən saat 6'da demişəm, saat 9'da. Hələ halva ortalığa gəlib çıxmayıb, görüm pişirib gətirəcək. Pişirib gətirsə deməli mən çox istəyirəm. Bu arada dırnaqlarım pulunda verir. Benim kartımı atdıq. Zarafat elədim, amma elədim. Qaynanam halvanı gətirdi, qəşəng yedim. Xaladenikaya qoydum. Çox qəşəng halvadır. Hürrem elə istəyirdi qızlar. Kırmayıb beni hazırlayıb gətirdi, sağ olsun. Kızlar, videonu burada sonlandırıram. Videonu izlədiyiniz üçün çox sağ olun. Yaxşı ki varsınız, yaxşı ki mənim izləyicilərimsiniz. Belə videoların gəlməsini istəyirsinizsə, kanalımıza abunə olub, yorum yazıb, bildirişləri açmağı unutmayın ki, yeni video gələndə qarşınıza çıxsın. Öpürəm sizi. Sizə xoş izləmələr. Çalışıram. Maraqlı videolar çəkim, amma alındıra bilmirəm. Öpürəm sizi.